Salam, hər vaxtınız xeyir, dəyərli Media Inform izləyiciləri. Son xəbəri Suzan Əhəd qızının təqdimatında izləyirsiniz. Hər zaman olduğu kimi regionda və dünyada baş verən hadisələri və gərgin gidişatla bağlı prosesləri sizləri diqqətinə çatdırmağı özümüzə borc bilirik. İzləyicilərimizə ricamız, xatırladaq, yayımızı bəyənin, kanalımıza abunə olmağı unutmayın ki, yaşanan olaylarda Azərbaycan cəmiyyətində, ölkəmizdə və dünyada nə kimi olaylar cəryan edir, bu istiqamətdə sizlərə çatdıracağımız daha geniş auditoriya Media Inform TV kanalının vasitəsilə məlumatınız ola bilsin. Rusiya ordusuna vaxt qoyuldu. Sözügedən ərazilər təcili şəkildə ələ keçirildi. Söhbət hansı istiqamətlərdən gedir? Rusiya ordusunun növbəti tapşırığında daha nə kimi vədlər öz əksini tapacaq? Bilirsiniz, buna qədər Rusiya prezidenti Vladimir Putin tərəfindən ortaya mütəmadi müxtəlif vaxtlarda və xüsusi ildə əlamətdar günlərdə ayrıca vaxtlar verilib. Əlamətdar günlər nə ilə bağlı ola bilər? Şübhəsiz ki, bir neçə günlərdən Rusiya-Ukrayna savaşının başlanması 4-cü ili tamam olur. Çox güman ki, bununla bağlı burada detallar var. İstərdim ki, detalları diqqət edək. Rusiya komandanlığı öz bölmələrinin 24 fevralına kimi geniş miqyaslı işğalının il dönümünü ərəfəsində ondan çox Ukrayna yaşayış məntəqəsinin ələ keçirilməsi barədə əmr verib. Nə az, nə çox, ondan artıq yaşayış məntəqəsində söhbət gedir. Bu barədə Ukraynanın Cənub Müdafiə Qüvvələrinin sözçüsü Vladislav Valtsin məlumat verib. O bildirib ki, Ukrayna kəşfiyyatının əldə etdiyi informasiya əsasən Rusiya bölməsinə bir sıra yaşayış məntəqələrinin daxil olmaq, orada Rus bayraqlarını qaldırmaq, bunun video foto ilə qeydə almaq, daha sonra isə ərazini tərk etmək əmri verib. Rusiyada dəhşətli partlayış olub. Ölənlər var. Partlayışda 3 nəfər həyatını itirib. Bu barədə yerli Rusiyadakı Telegram kanallarında məlumat paylaşılıb. Vilayət qubernatoru Aleksandr Drozhenko bildirib ki, baş verən hadisənin səbəbləri araşdırmaqda davam etdirilir. O, zərər çəkənlərin xilas edilməsi üçün güc strukturalarının tapşırıq verilməsini qeyd edib. Rusiya ərazisində növbəti belə bir dəhşətli partlayış hadisələri olayı yaşanıb. Hərbi komandantlıq binasında yaşanan olay nəticəsində 3 nəfər həyatını itirib. Rusiya daxilində bir çox partlayışlar, sui-qəsdlər cəhdləri Alekseyev adlı generala hücum edilməsi, onun həyatına qəsd edilməsi olayında xatırlayırıq. Ona ürək nahiyəsi üzrə güllə zərbəsi endirilmişdir. Onu da qeyd edim ki, bu general baş qərargah rəisinin ətrafında yer alan mühüm bir vəzifə səlahiyyətli şəxsdir. Rusiya-Ukrayna nümayəndə heyəti arasında da növbəti görüş keçirilib. Bu dəfə nələr yaşanıb? Ümumi görüşdən sonra tərəflər xüsusi işçilər formasında məqsədyönlü müzakirələr keçiriblər. Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm İmanov açıqlamasında qeyd edib. Ukrayna nümayəndə heyətinin rəhbəri bildirib ki, müzakirələr zamanı pratik məsələlər və hərbi mexanizmlər nəzərdən keçirilib. Onun sözlərinə görə həm siyasi, həm də hərbi bloklar gün ərzində işlərini tamamlayıblar. Əlavə edib ki, Cenoverdə keçirilən danışıqlar ilk günü nəticələrinə dair hesabat bu gün Ukrayna prezidentinin təqdim olunacaq. Belə dəyərli izləyicilərimiz, bu saata çatdıracağımız ən son dəqiqə məlumatlar bunlardan ibarətdir. Sağ olun, salamat qalın.